Dostlar, xoş gəlmisiniz. İlkin və İlkənə xanım bizim Görək ChatGPT nə deyir verilişin 3-cü buraxılışına. İlkənə, sənin ona izah etməli olduğun söz birləşməsi göpa basmaqdır. Vaxt getdi. Deməli, bu söz birləşməsində əsgərlikdən gələn kişilər danışanda istifadə olunur onlara qarşı. Əsgərlikdə olmayan hadisələri olmuş kimi ifadə edirlər. Məsələn, mən komandirin otağına qapını vurdum, girdim falan. Onların bu tərz danışmağına bu sözlə qarşılıq verilir ki, yaxşı da, yəni bunu eləmə də. Həmin sözdə kobud bir ifadədir. Filan şeyə itələmək kimi mənasına gəlir. Bunu ümumiyyətlə başqa cür başa Küləkləmək deyəcək. Çox tanış bir ifadədir. Yəni əsgərlikdən gələnlər bəzən olmayan hadisələri şişirdib danışanda onları biraz kobud şəkildə götür bas deyirlər. Yəni bir ifadədir. Bax bunu nəzərdə tutursan və bu da tam yerinə düşür. Mənəm Bakıda təzə avtobus xətti açılmadı da götür bas. Yol üstü elə götür basdan. Göz dağı vermək. Aha. İki sözlü söz birləşməsidir. Birinci söz insanın görmə orqanı, ikinci söz təpənin biraz da böyük versiyası, 3 hərfli. Bəli, anladım. Yəni birinci söz insanın görmə orqanı olan gözdür. İkinci söz isə təpənin biraz daha böyük versiyası, yəni dağdır. Beləliklə bu ifadə göz dağı olur. Ax tam yerinə düşdü. Özünü də tərifləyir araya salır. Bax tam yerinə düşdü.